Fərid bəy, bilirik ki, siz satış sahəsində çox uğurlu bir mütəxəssissiniz. Ümumiyyətlə, satış nədir? Satış mənə görə bir sənətdir. Bu insan psixologiyasını anlamaq, qarşı tərəfin ehtiyaclarını müəyyənləşdirmək, lazım olduqda bu ehtiyacı yaratmaq, o ehtiyaca uyğun həll tapmaq və tapdığın ən optimal həllin səndə olduğunu qarşı tərəfə inandırmaq qabiliyyətidir. Amma yox, siz desəniz ki, ümumilikdə B2B satış nədir, B2C satış nədir? Mən deyərdim ki, B2C satış bir sprintdir. Burada qərarlar sürətli verilir, çünki emosiyalar üzərindədir. Qarşı tərəfə biraz fayda, biraz cazibə, biraz da FOMO verirsən. Buna fear of missing out deyirlər, yəni fürsət əldən vermək qorxusu. Və satış çarxı dönməyə başlayır. Sadə səslənə bilər, amma əslində proses olaraq çox qəlizdir. B2B satış isə biraz fərqlidir. B2B satış bir şahmatdır. Burada emosiyalar kifayət eləmir, burada strategiya lazımdır. Əlaqələr qurursan, təklifləri hazırlayırsan, qarşı tərəfdə sənə qapılar açacaq tərəfdaşlar tapırsan. Çünki nəticədə sənin təqdim etdiyin təkcə məhsul, xidmət və yaxud da həll deyil, sən həmçinin nəticə satırsan, bir ROI satırsan. Qısa bir metaforla ümumiləşdirsək, belə deyək də, B2B satış bir teatrdırsa, B2C satış bir stand-up şovsudur. Birində rollar var, senari var, planlama var. Digərində isə sən səhnədəsən, bir göz baxışınla inandıra bilərsən, bir zarafatından sata bilərsən. Qərarlar emosiyalar üzərində olduğu üçün daha sürətlidir. Bəs ümumiyyətlə bu satış prosesinə başlayarkən siz ilk olaraq nələrə diqqət yetirirsiniz? Satış prosesi bir bina tikmək kimidir və biz əgər keyfiyyətli bina tikmək istəyiriksə, ilk öncə onun təməlinə diqqət etməliyik. Çünki təməlimiz möhkəm olmasa, üzərində nə qədər gözəl mərtəbələr uzatsaq, nə qədər gözəl eksteryer həlli versək, o bina bir gün çökəcək. Satış prosesinin təməli qarşı tərəfi düzgün anlamaqdır, başa düşməkdir, dinləməkdir. Düzdür, bəzən satış təmsilçiləri, satıcılar satış prosesinə müştərini dinləməkdən, başa düşməkdən yox, məhsuldan başlayırlar. Onlar məhsul haqqında məlumat verməyə çalışırlar və yaxud da məhsul tərifləməyə çalışırlar. Bu isə çox vaxt uğursuzluqla nəticələnir. Uğurlu olsa belə məncə təsadüf olur. Düşünün, siz bir həkimsiniz, yanınıza pasiyent gəlir, müəyyən ağrıları var və siz deyirsiniz ki, mənim əlimdə bir dərman var, İsveçrədə istehsal olunub, tərkibində 8 aktiv maddə var, filan xüsusiyyətləri var və s. axır. Pasiyentiniz fikirləşəcək ki, sən heç bilmədin axı mənim ağrım nədir, mən dərman satmağa çalışırsan. Yəni, diaqnoz qoymadan müalicə yazırsınız da, bir növ belə deyək. Ona görə də satış prosesinə biz başlayarkən ilk öncə qarşı tərəfi dinləməliyik, onun ehtiyacını doğru müəyyənləşdirməliyik ki, baxaq, müştərimiz nə istəyir. Ondan sonra onun ağrısına uyğun olan həlli, məhsulu, xidməti təqdim etməliyik. Dediyim kimi, satış prosesi müştərinin ehtiyacını doğru analiz eləməkdən, doğru anlamaqdan başlayır.